Nəyi çıxırıq? B-ni də çıxırıq. Aha, çünki do Z olmalı C-ni də idi. çıxırıq ki, Həm də zaten zaman uzunlaşmır. to ilə İnkar olmur. Z Aha. cavab olur şey. D variant. Aha, E'də nə bizə səhvdir? D-də burada inaz olmalı. Adada nə var? Arada şey var. İnkardan sonra necə əlifdir? Olzu var. O inkarla olzu işlənmir. Yaxşı, indi biraz fərqli olana baxaq. Misal üçün 21-ə bax. 21-ci suala bax. I don't var. Aha, cümlə inkardadır elə. Sonu çıxdıq. Aha. My sister doesn't to olmaz. Aha. E'də nə səhvdir? E'də də my sister does. Aizə nə ilə işlənir? Şeylə. Doesn't. Das nə olmalıdır Aizə? Təsdiq yoxsa inkar? İnkar. İnkar. E'ni də çıxdıq. Aha. Anancığı qaldı. Hansı var indi? Şey C. C. Ay, sağ ol. Aizənin nə işi var ki başda? Aizə inkar cümlənin sonunda gəlir. Ha, Aizə əvvəldə gəlmir. 24-də baxaq. I don't. Aha, I don't know how to plan my vacation. Yenə inkardadır. Capıdır. Aferin buradadır. Sonra o bilsin.